Verilişin baş sponsoru Best Beef ət və ət məhsulları. Salam, hər vaxtınız xeyir olsun. MTV Azərbaycanın efirində sənin seçimin canlı olaraq yayımdadır. Bugün ürək-damar xəstəlikləri fonunda qəfləti ürək ölümlərindən danışacağıq. Ümumiyyətlə, ömrü cavanlaşan bu xəstəliyin yetkin yaşlarda belə çox sayda müşahidə olunmağımız, vaxtında müayinə və doğru düzgün mütəxəssisə müraciət etməmək, bunların fonunda nə baş verir? Bu mövzu ilə bağlı təbii ki, müzakirə edəcəyik. Müzakirə etmək üçün studiyamıza mütəxəssislər dəvət etmişəm. İlk olaraq onları sizə təqdim edim. Elmi Tədqiqat Kardiologiya İnstitutunun professoru, tibb elmləri doktoru Aris Xəlilov. Professor, xoş gəldiniz. Eyni zamanda bizim dəyərli invaziv kardioloq Neymət Bəşirov. Doktor, xoş gəldiniz siz də. Hər biriniz dəvətimizi qəbul etdiyiniz üçün öncəliklə dərin təşəkkür edirəm. Mövzumuz təbii ki, bitməyən və tükənməyən ürək-damar xəstəlikləri. Daha çox da aktual olaraq mən bugün qəfləti ürək ölümlərini götürdük. Çünki günü-gündən sayı artan və insanları da çox ciddi çaşqınlıq içərisində qoyan nə baş verir əslində bilmədiyimiz, təbii ki, səbəbsiz heç bir hadisə baş vermir. Bildiyimizə görə buna qədər müəyyən bir yolculuq olur ki, bəlkə də biz bunları çox bəsidə alırıq. Doktor, icazənizlə professordan başlayaq. Professor, qəfləti ürək ölümü və qəfləti koronar ölüm deyiləcək anlayış var. Bəzən bunları biz eyniləşdirdik, amma mən bildiyimə görə fərqli yanaşmalar və fərqli mexanizm strukturları var, deyilmi? Bu haqda danışmağınızı istəyəcəm. Birinci qeyd eləməliyəm ki, doğrudan bugünkü dünyanın, tək bizim ölkənin yox, ən mühüm problemlərindən səhiyyə sahəsində qəfləti ölümlər, o cümlədən qəfləti ürək ölümü. Qeyd elədiyiniz kimi, qəfləti ürək ölümləri həm koronar mənşəli ola bilər, həm də ürəyin digər patologiyaları zamanı ola bilər. Amma ən çox rast gəlinəni 60-80% hallarda qəfləti ürək ölümlərinin əsas səbəbi koronar patologiya olur, dediyimiz kimi. Koronar patologiya, yəni ürək koronar damarlarının, ürəyi qidalandıran damarların tutulması fonunda və bunun da əsas səbəb budur. Digər səbəblər barədə mənə elə gəlir ki, bugün yox, əsas biz koronar ölüm barədə danışacağıq. Demək istədiyim kimi, xüsusilə son zamanlar, xüsusilə daha gənc yaşlarda qəfləti ürək ölümlərinin sayı da artmaqda davam edir. Və bunun əsas səbəblərindən biri və qarşısının alınma yönümlərindən biri xəstəliyin vaxtında aşkar olunması və düzgün istiqamətdə müalicə tədbirlərinin yerinə yetirilməsidir. İndi bunu istəyirsiniz, mən davamını danışım. Yəni, burada çox aspektlər var. Birinci növbədə əhalimizin informasiya olması, öz xəstəliyini hiss eləyə bilməsi. Ona görə o həm sizlərdən asılıdır, həm də sahə həkimlərindən asılıdır, ilkin variantlarda, görüşlərdə deməlidirlər. Və insanlar hiss eləməlidirlər, heç bir hadisə səbəbsiz olmur. Onun ilkin müjdəçiləri olur. Müjdə var, amma bəzən biz onlara fikir vermirik. Müəyyən davranışımıza fikir vermirik, yeməyimizə fikir vermirik, artıq hərəkətlər eləyirik, pis adətlər, spirtli içkilərin içilməsi, xüsusilə siqaretin çəkilməsi, bunlar hamısı qəfləti ölüm hallarının tezləşdirilməsinə səbəb olur. Yəni, burada birinci dediyimiz kimi, xəstələrin özlərinin vaxtında həkimə müraciət eləməsi. Birinci an budur. İkinci məsələ, xəstələrə həkimə müraciət eləyəndən sonra onları diqqətlə yoxlamaq lazımdır. 5 dəqiqənin içərisində hər şeyi aydınlaşdırmaq qeyri-mümkün. Anamnezin toplanması. Atasında, anasında irsiyyət önəmli rol oynayır burada. Genetik faktor. Qardaşlarında, bacılarında qəfləti ölüm hadisələrinin olması, infarkt hallarının olması. O deməkdir ki, bu zamanda heç nə yoxdur. Bunları anamnezdən başlayıb və sonda müayinələrin aparılması, lazımi müayinələrin aparılması. Lazımi müayinələr aparılanda orada çox adi kardioqram adını tutmuş
ekokardiografiya edilir, ürəyin ultrasəs müayinəsi, lazım olanda virus testlərinin aparılması, analizlərin aparılması, müəyyən analiz müəyyənləşdirilməsi deməli və xəstənin iki cür müalicə olur burada. Koronar patologiyalarda. Bir, konservativ müalicə və ikinci, invaziv müdaxilələr. Onlar araşdırılandan sonra əgər artıq elə bir hal varsa, invaziv kardioloqa vaxtında xəstənin göndərilməsi və xüsusilə üçüncü bir məsələ nəydən ibarətdir burada deyim, yadımdan çıxar. Ümumi Səhiyyə Təşkilatının düzgün idarə olunması. Bəzən biz xəstələri göndəririk, vaxtında təcili yardım çatdırmır, bəzən gecikdirilir qəbul şöbələrində xəstələr, işdən keçəndən sonra aparılan hansısa müayinələr və müalicələr az effekt verir. İndi o barədə biz sözümüzü danışacağıq. Yəni, müəyyən an gələndən sonra artıq konservativ müalicə lazımdırsa, analizlərə uyğun, diqqətli müalicə və vaxtaşırı xəstələrin həkimə müraciət etməsi. Əgər ehtiyac duyulubsa, artıq xəstənin vaxtında invaziv kardioloqa göndərilməsi. Və onda bu barədə də bizim dostumuz Nemət doktor bir məlumat versin, o da öz sözlərini desin. Lazım olduqca siz də, mən də müəyyən sözlər deyəcəm. Təşəkkür edirik professor, dəyərli fikirləriniz üçün. Doktor, invaziv müdaxilə əslində nə zaman gərəklir və bu angiografiya bizə əslində nəyi təsbit etməyə imkan verir? Deməli, hörmətli professorumuzun sözünə qüvvət olaraq biz bütün dünyada, həmçinin də Azərbaycanda ani ürək ölümləri, qəfləti ürək ölümləri və qəfləti koronar ölümlər artmaqda davam edir. Bu ərəfədə təbii ki, ortada kardioloqlar və invaziv kardioloqlar bərabər əl-ələ işləməlidir. Bizim elədiyimiz hər bir şey, işimizin nəticəsi ümumiyyətlə ölüm sayını azaltmaqdır. Həkimin işinin nəticəsi də, istifadə olunan dərmanların nəticəsi də ölümün sayını azaltmaqdır, ömrü uzatmaqdır. Düzdür, bəzən biz deyirik, xəstəliklər cavanlaşıb, bəli, cavanlaşıb, amma burada bir şeyi də yaddan çıxarmaq lazımdır ki, diaqnostik metodlar da çoxalıb. Biz bəzən də xəstəlikləri əvvəlkindən daha tez də aşkarlaya bilirik, daha tez müdaxilə də eləyə bilirik. Əvvəlkindən çox-çox qat-qat daha çox artıq həm ölkəmizdə, həm digər dünyada xəstəxanalar mövcuddur, müayinə üsulları mövcuddur. İnvaziv kardioloqa gələnə qədər bir yol qət edilir. Hörmətli professor vuruladığı kimi bu kardioqramma, elektrokardioqramma, ekokardiografiya, stres test dediyimiz o yürüyüş testi dediyimiz, hal-hazırda artıq geniş istifadə edildiyimiz koronar KT angiografiya və bizim icra elədiyimiz koronar angiografiya. Bizə qədər bu yollar keçilir və əgər bu müayinələrdə xəstələrimizdə hər hansı bir dəyişiklik aşkarlanırsa, kardioqrammasında işemik dəyişiklikləri varsa, ekosunda ürəyinin gücündə azalma qeyd olunubsa, stres test zamanı xəstə yürüyüş zamanı sinə nahiyəsində ağrı, göynəmə, yanma tərif edirsə və yaxud da stres testdə tərif eləməsə belə bir kardioqramma dəyişikliyi olursa, bunlar hamısı invaziv müdaxilə, yəni angiografiya göstərişdir. Angiografiya da bir müayinədir əslində. Amma koronar damar darlığını sübut edən qızıl standartdır. Digər bütün sadaladığımız müayinələrin həssaslıq payı vardır. Hamısı bizə çox lazımlı, illərin sınağından keçmiş müayinələrdir. Və bundan sonra da o müayinələr hər zaman olacaqdır. Amma heç birinin həssaslığı %100 deyildir. Koronar angiografiyanın həssaslığı burada %100'dür. Yəni biz birbaşa koronar damarlara, yəni ürəyin tac damarlarına, ürəyi qidalandıran damarlara gəlib kontrast maddə, kobud desək boya veririk və rentgen şüaları altında müayinəmizi edirik. Bu damarlarda olan darlıqlar aşkarlanır və darlığın dərəcəsinə görə artıq nə edəcəyimiz qərarı verilir. Bu darlıqlar 70%-ə qədərdirsə, təbii ki, bu dərman müalicəsi təyin olunur və professorumuzun dediyi kimi konservativ müalicə nəzarətdə qalır. Artıq burada xolesterinləri nəzarətdə saxlamaq lazımdır, xəstə pəhriz saxlamalıdır, kilosunu azaltmalıdır, yanaş xəstəlikləri varsa şəkərini nizamlamalıyıq, təzyiqini nizamlamalıyıq. Əgər xeyr, darlıq 70%-dən çoxdursa,
xəstə simptomatikdirsə, bu zaman müdaxilə. Müdaxilə əgər damar darlıqlarına görə ya invaziv müdaxilə olur, biz stent taxırıq və yaxud da çox yerdə darlıq varsa, çox damar darlığı varsa, bu zaman artıq kardiocərrahlara, yəni cərrahi əməliyyata veririk xəstəni. Bəli, və sizin də bu işdə gördüyünüz bu xidmətlər misilsizdir. Bugün elə professora da veriliş öncəsi dedim ki, bugün anjo dediyimiz tac damarların yoxlanılması deyəndə Bakı şəhərində elə ağlımıza Neymət Bəşirov gəlir. Telefon zəngimiz var, professor. İcazənizlə eşidək. Hər vaxtınız xeyir olsun. Buyurun. Salam, hər vaxtınız xeyir. Doktor, mən bir il 6 ayda əməliyyat olmuşam. Açıq ürək əməliyyatı. Amma ürəyimin ağızları hiç dayanmır. Demək olar ki, nədəmdən ağrılar, nədən həkimlə getmişəm, olmuşam. Bunda, yəni hər bir getmişəm də, ancaq bir xeyri yox. Yenə ürəyim ağrır, kürəyimin dalından, sinənin ortasından, tüm tərəfdən, məndən. Yəni ağrılarım daha çox, yeriyə bilmirəm, düşünürəm pilləkənlərimi çıxanda. Necə eləyəm, mən yenidən anju takı ola bilərəm, takı anju. Necə, sizlə necə əlaqə saxlaya bilərik? Tamam, üzr istəyirəm, yaşınız? Yaşım 60-ın içində. Tamam, neçə damarınız dəyişilib? Bir dənə Bir damarınız dəyişilib. Demək, bir axırıncı sualınızdan başlayaraq hər bir sualınızı indi cavablandıracaq. Keçmiş olsun ilk öncə. Demək, açıq ürək əməliyyatı olunubsa, ola bilər bu, bir damarda dəyişilə bilər, 5 damarda dəyişilə bilər, damar darlığına görədir bunlar. Açıq əməliyyatdan sonra koronar angiyografiya olunmağımıza əks göstəriş yoxdur. Bu, KT angiyografiya da ola bilər, koronar angiyografiya da ola bilər. Buna bir əks göstərişimiz yoxdur. Buna həkimimiz təyin edir. Gəldik digər məsələyə. Sizin ən vacib darlığınız olan yerə, yəni ki, stent qoymaq mümkün olmayıb, açıq əməliyyat göstərişi olub, cərrahlar da əməliyyatını ediblər. Amma bu demək deyil ki, bütün problemlər həll oldu. Qətiyyən, burada mütləq dərman müalicəsi təyin olunmalıdır. Dərman müalicəsi lazım olacaqsa biraz geniş spektrli olacaq, dərman sayısı biraz çox olacaq. Burada həm qan durulducular, xolesterin dərmanları, damar genəldici dərmanlar, hamısı bərabərində bir yerdə təyin oluna bilər. Mütləq müayinə olunmalısınız. Dərmanlarınız bir korreksiya olunmalıdır. Yəni, əməliyyatdan sonra təbii ki, şikayətlərimizdə azalma qeyd olunacaq, amma əməliyyat olundum, hər şey bitdi, getdi anlamına gəlməz. Xəstəmiz əməliyyatdan sonra da bir ömür boyu dərman qəbul edəcək və nəzarətdə qalacaq. Təbii ki, müayinə olunmalıdır, xanım, baxılmalıdır və bu dediyi şikayətlər çox asanlıqla aradan qaldırıla biləcək şikayətlərdir. Bəli, professor, bəzən biz, belə deyək də, dediyimiz kimi qəfləti ürək ölümləri, əgər biz bir ölümlə üzləşiriksə, bu anidən heç bir səbəbsiz yerə baş verə bilmir. İllərlə uzanan bir yolculuq var ki, bəzən bizdə tipik gedə bilər, yəni biz bunu bilməyə də bilər. Ümumiyyətlə, gizlin ürək xəstəliyi gizlin gedə bilər, biz bunu illərlə hiss etməyə bilərik deyəcək bir anlayış varmı? Yoxsa o özünü istər-istəməz hansısa bir əlamət və simptomlarla mütləq göstərməlidir ki, hansı ki burada həssas bir məqam var, biz bəzən sinə ağrısını, o döş qəfəsinin ağrı sindromunu ürək ağrısı ilə də qarışdırırıq və birinci müraciətimiz başlayır terapeutdə. Yəni, mənim döşüm, sinəm ağrıyır və burada da ki, vay o gündən ki, yanlış müalicələr geçsin və ürək ağrısı qalsın ikinci fonda. Yəni, sizin dediyinizlərdə çox böyük həqiqət var. Amma mən əvvəldə də qeyd elədim. Heç bir şey səbəbsiz olmur, bildiniz. Biz ona etinasız oluruq. İkinci, bayaq qeyd elədim. Sinədə olan ağrılar, o koronar patologiya üçün bir qədər spesifik ağrıdır. Onda həmişə xəstələrdən soruşulur, ağrılar harda olur, nə zaman olur, neydən sonra olur, onun fiziki gərginliklə əlaqəsi var. Bu anamnez hissəsi çox önəmli bir şeydir. Anamnezin toplanılması. Həkimlərimizin bəzi hallarda çox qısa bir müddətdə bir kardioqramaya baxdı, bir dəyişiklik yoxdur, bu ürəkdən deyil, elə deyil. Bildinizmi? Yəni, onu anamnez ciddi toplayanda artıq həkimin intuitiv olaraq bilir ki, bu koronar patologiyadır. Amma kardioqramada heç bir dəyişiklik yoxdur. Bildiniz? Araşdırandan sonra doktor qeyd elədiyim kimi, yəni fiziki yüklənmə sınağı verilməlidir xəstəyə.
fiziki yüklənmə sınağı bəzən olur ki, xəstələrin hansısa bir problemləri var, yeriyə bilmir. Məndə çox belə xəstələr var. Ondan ötürü Holter 24 saatlıq, 72 saatlıq kardioqrammanın qeyd olunması var. Çox böyük, informativ, çox qədimi metod olsa belə adi bir kardioqrammadır. Çox şey orada araşdırma olur. Ürək ritminin pozulmasından, ürəyin işemik dəyişikliklərinin olmaz, yuxuda olan hadisələr, əsəbləşəndə nə oldu, gəzəndə nə oldu. Bunlardan sonra dediyi daha müasir üsullar da var. Həkimimiz qeyd elədi. Onları eləyəndən sonra artıq hiss eləməlisən, eləyəndən sonra qızıl standart, həkimin dediyi kimi koronar angiografiyadır. İndi təzə ayrılar, bir MRT-lər də var falan. Yenə də koronar angiografiya ən özdə çatımlı, hamının imkanı olan bir şeydir. Bu sadəcə Respublikanın bütün klinikalarında sığortanan olan bir şeydir, bildiniz. Ona görə də onun olunması yəni çox önəmli bir şeydir. Bəli. Bildiniz? Yəni, bunlar vaxtında aşkarlanması dərman müalicəsindən söhbət getdi. Xəstəmiz bizə zəng eləmişdi. Çox vaxt həkimlər şablon müalicə yazırlar hamıya. Həkimimiz dedi, amma ən əsas məsələ dürüst hər bir xəstə üçün deyilən preparatların istifadə olunması, qan duruculardan tutmuş, statinlərdən tutmuş, beta blokatorlardan tutmuş, antiaqreqatlardan, bunların hər bir nəfərdən ötürü öz xüsusi təyinatı olmalıdır. Onda xəstələr sağalır. Mən belə bitər çıxmasın demək, elə bir xəstə görməmişəm ki, ona diqqətlə yanaşında yaxşılaşma olmasın. Anlar olur, elə xəstələr var ki, elə bir tutulmalar var ki, nə? Mənim öz qardaşlarım var, burada efirdə də deyirəm mənim. İkisində də angiografiya olub, elə 50-ci və 51-ci təvəllüd. Koronar damarlarda elə patologiyalar var ki, yəni nə aşıq əməliyyat riski də ölüm riski böyükdür, birində də damarların stent qoymaq qeyri-mümkündür. Hər ikisi maşallah yaşayırlar, özü kifayət qədər yaxşı. Dürüst müalicəyə və onlara da deyirəm, dürüst əməl elə. İnsanlarımız yaxşı olandan sonra dərmanları mən yenə müraciət edirəm burada xalqımıza. Həkimin verdiyi təyinatlara o yazır onu, amma qəbul eləmək sizdən asılıdır. Sizin öz fiziki aktivlik rejiminizə riayət eləməniz sizdən asılıdır. Artıq iş görəndə ən çox provokasiya edən amillərdən biri fiziki uyğun olmayan artıq işin görünməsi, fiziki gərginlik və yaxud təbii ki, stres halları. Stresi biz çox idarə edə bilmirik. Amma həmişə xəstələrə deyirik ki, təmkinli olunuz, təmkinli olunuz. Yəni, çox mübahisələrə girişmiz. Gördünüz, mübahisə var, oradan uzaqlaşırız. Yəni, belə anlaşımlar var. Amma yenə deyirəm, vaxtında stentin qoyulması, vaxtında əməliyyatın aparılması və dürüst müalicənin aparılması həmin yaşlılarda, həm də cavanlarda ömrün uzalmasının ən əsas faktorlarından biridir. Mənim bu sizin sualınıza cavabım. Bəli, biz sonra risk faktorlarından da danışacağıq, professor. Doktor, genetik faktorun və irsi meylliliyin müayinəsi necə götürülməlidir? Əgər məndə bu varsa, neçə aydan bir hansı müdaxilələrlə, müayinə metodlarından keçməliyəm? Yox, əgər mən heç bir irsi daşıyıcı deyiləm, sadəcə özümü qarantı almağım üçün ayda, ildə neçə dəfə hansı müayinələrdən keçməli? Bəzən biz bunları o qədər qarışdırırıq ki, düşünürük ki, 4 il bundan öncə bir kardioqramma etmişəmsə, demək ki, məndə bundan sonra heç bir problem. Amma biz bilirik ki, kardioqramma müayinəsindən dərhal çıxıb 5 dəqiqə sonra infarkt belə keçirməsi mümkündür. Tamamilə doğrudur. Çox elə gözəl yerə toxundunuz. Deməli, burada məsələmiz necədir? Dediyiniz kimi var, irsiyyətində ciddi patologiya olan xəstələr, yəni irsi anamnezində ani qəfləti ürək ölümü, gənc yaşda ölüm, ürək damar xəstəliyi olan, açıq əməliyyat olunan, stent taxılmış, bu cür xəstə və yaxud da insult keçirmiş, yəni bunlar hamısı damar patologiyalarıdır və yaxud da aşağı ətraflarında ciddi tutulması olan, aşağı ətraf əməliyyatları olunan xəstələr hamısı damar xəstələridir və bunlar varsa, bunlar zaten artıq risk faktoru var. Bu artıq ciddi risk faktorudur. Bunlar 40 yaşın üstündə mütləq şəkildə mütəmadi müayinədən keçməlidirlər. Mən bir həkimə gəldim, bir kardioqramma çəkdirdim dediyiniz kimi və kardioqrammam təmizdir, hər şey qaydasındadır, qətiyyən. Bəzən burada da
belə məsələlər qarşıdırılır. Xəstə deyir, doktor, o zaman mən kardioqramma heç nəyi göstərmir, niyə çəkdirirəm? Qətiyyən, kardioqramma çox informativ bir müayinə üsuludur. Bəzən bizə elə informasiya verir ki, biz onu koronarangiografiyada görə bilmərik. Bəli. Amma bu hər şey demək deyil. Yəni, hər bir xəstəliyin öz müayinəsi vardır. O yüzden bu zaman biz laborator müayinələrimizə müraciət edirik. Mütləq xəstəmizin xolesterin dəyərləri, yəni qanın yağlılığı bu bizim üçün önəmlidir. Bu dəyərlərə baxırıq. Bu dəyərlər yaşa görə təbii ki, önəm daşıyır. Xəstəliyinə görə təbii ki, önəm daşıyır. Bunlara baxırıq. Ondan sonra qanın laxtalanma göstəricilərinə baxırıq. Xəstəmizin boy çəki indeksinə, HOMA-R indeksinə, insülin dirəncinə baxırıq, şəkərinə baxırıq, 3 aylıq şəkərinə baxırıq. Bunlar 40 yaşından sonra ildə bir təkrarlanmasının bizə faydası var. Hər zaman əgər bunlarda hər hansı bir dəyişiklik görsək, o zaman müayinəni daha önə çəkirik. 6 aydan bir. Bəli. Heç bir risk faktoru olmayan gənc biri, sadəcə mən profilaktik gəlmişəm, yoxlanılmaq istəyirəm. Bu xəstələr çox azdır, təəssüf ki, çox azdır bu cür. İnsanlar nəsə olandan sonra həkimə gəlməyə üstünlük verirlər. Burada da bizim professorumuzun vurğuladığı kimi əslində media qurumlarının, sosial medianın, təbii ki, bir başlanğıc həkimlərin, yəni sahə həkimlərinin, sahə terapevtlərinin işləri daha önə çıxır. İndi bizlər daha üst qurumlarda, doktorumuz Kardiologiya İnstitutunda, mən Elmi Tədqiqat Cərrahiyyə İnstitutunun həkimləriyik və bizə gələnə qədər xəstələrimiz bir çox həkimdən keçmiş olur. O yüzden bu xəstəliklər əsasən o mərhələdə onların görüb də bizə daha ciddilərini yönləndirməsi olan xəstəliklərdir. Heç bir xəstəliyi olmayan, profilaktik keçmək istəyənlər, təbii ki, 40 yaşından sonra keçməyində heç bir problem yoxdur. Olar, birinci dəfə heç bir problem aşkarlanmayıbsa, 2 ildən bir problemsiz kontrolda qala bilər. Amma dediyimiz kimi sadəcə bir kardioqramma çəkdim, hər şeyim qaydasındadır. Qətiyyən belə bir şey yoxdur. Amma sualınızdan bir haşiyə çıxıb, bayaq professorun dediyi sözünə qüvvət demək istəyirəm. Düzdür, ümumdünya tövsiyələri vardır. Bir xəstəliyin müalicəsi üçün dünya standartı vardır. Dünya tövsiyələri, guideline dediyimiz tövsiyələr vardır. Amma bu adı üstündə tövsiyədir. Bunun hər bir xəstə üçün individuallaşmalıdır, xəstə üçün özəlləşdirilməlidir. O rəhbər tövsiyələri özümüzə götürməliyik, istifadə eləməliyik, amma xəstəyə uyğun da lazım olan korreksiyalar mütləq olmalıdır. Yəni fərdi yanaşma mexanizmi olmalıdır. Hər xəstəyə individual yanaşmaq lazımdır. Fərdi yanaşma mexanizmi mütləq olmalıdır və xəstənin də bildiyimə görə ağırlıq dərəcəsinə görə yanaşma mexanizmi fərqli olmalıdır. Hamıya eyni formada protokol üzrə müalicə doğru seçilmiş yöntəm deyil. Düzdür, bunlar protokolda da bunlar ağırlıq dərəcəsinə görə özünün əksini tapır. Amma dediyim kimi, xəstə individuumdur. Mütləq biz xəstəliyi deyil, xəstəni müalicə edirik. Biz xəstənin hər bir şeyini, psixoemosional durumundan tut, xəstəliyinə qədər, sosial durumundan tut, hər bir şeyinə qədər dəyərləndirib, ondan sonra doğru düzgün müalicə etməliyik. Mən hər zaman deyirəm ki, 2 xəstəlik var ki, birinci ürək xəstəlikləridir və bir də onkoloji xəstəlikdir. Nədənsə insanlarda gedib müayinə etmək deyəcək qorxu bir xofu var. Yəni, getsəm, birdən məndə problem aşkarlansa nə baş verər? Sualını o qədər özümüzə verib panika yaşayırıq ki, amma onun əksini düşünmürük, professor. Tamam da getməsək, bu xəstəlik dərinləşsə, bəs onda nə baş verəcəyin cavabını maraqlı deyilik axtarmaqda. Gülbəyə xanım, nəzərə almaq lazımdır ki, hər bir xəstə, doktorumuz dediyi kimi, fərqli bir insandır. Həm xarakter nöqteyi nəzərindən, həm də komorbid məsələləri, komorbidli. Birində bronkit var, birində şəkər var, birində mədə-bağırsaq xəstəliyi var, birində nevroloji məsələlər var. Bunların hamısını sonda bir həkim, əgər sizin yanınıza ciddi bir xəstə, hamını nəzərə almalısınız. Bir ürəyi yox, ürək xəstəliyi, xroniki bronkit, obstruktiv bronkit varsa, ona təyin olunan müəyyən preparatlar ayrı olmalıdırlar. Qan durucu dərmanların tövsiyələr var. Yəni, həkim, çox önəmli məsələ budur. Onların hamısına şəkəri də, təzyiqinin olması da, mədə-bağırsaq da,
deməli onun çəkisi də, bütün hər şeyi başdan ayağa hər şey araşdırılmalıdır. Bəli. Onda müvəffəqiyyət Bəli, qazanmaq bəli. olur. Bizim reklam fasiləmiz var. Reklam fasiləsindən sonra risk faktorlarından danışacağıq. Daha çox kimlər risk qrupuna aiddir. Reklam fasiləsi sonra yenidən buradayıq. Xatırladaq ki, biz bugün qəfləti ürək ölümlərindən danışırıq. Reklamlar. Reklamlar bitdi. Müzakirəmiz yenidən davam edir. Xatırladaq ki, biz bugün ciddi ürək xəstəliyi və onun fonda qəfləti ürək ölümlərindən danışırıq. Müzakirəyə keçməzdən öncə verilişimizin baş sponsoruna dərin təşəkkür etmək istəyirəm. Best Beef ət və ət məhsulları 2002-ci ildən Elite Food Company adı altında və Best Beef markası ilə uzun illərdir ki, bizim sağlam qidamızın təminatında olaraq fəaliyyət göstərilir. Yüksək keyfiyyət və kalitəli istehsal peşəkar insanların çalışdığı müəssisə artıq Şərqi Zəngəzur və Qarabağ istehlakçılarının da belə ixtiyarına buraxılmışdır. Sizə böyük bir təşəkkür. Best Beef sənin seçimin. Və mövzumuza keçid edirik. Professor, təbii ki, xəstəliklərin belə deyək, morfoloji təhlilindən danışdıq, çox ciddi bir məqamlara da vurğuladıq. Amma yenə də burada bir məsələ var ki, risk faktorları var. Kimlər daha çox risk qrupuna daxildir? Təbii ki, burada davamlı stres halında dediyiniz kimi, hansı ki, gündəlik həyatımızda professor nə qədər çalışsaq da qaçılmaz və danılmazdır ki, hər kəs stresi də özündə kontrol edə bilmirlər. Evet. Və bu da buna təsir edən amillərdən bəlkə də birincisidir, deyilmi? Burada təbii ki, ürək çatışmazlığı xəstəliyi var, daimi olaraq mütəmadi ürək əziyyət çəkən xəstələr var ki, bəlkə də biz bunu çox bəsitə və cılıza alırıq, sonda bu hadisələr ölümə qədər gəlib çıxırıq. Bu haqda istəyəcəm danışaq. Bir də şəkər, diabet xəstəliklərin bəs buna nə qədər risk faktoru altında olmaq məqamı. Buyurun. Bax, risk faktorları barədə siz çox önəmli bir şeydir. Diqqət olunması ona vacibdir. Ən birincisi irsiyyətdir. Burada qeyd olundu bayaqdan. Xüsusilə gənc yaşlarında qəflət ölüm hadisələri olubsa, miyokard infarktı keçiriblərsə, qohumlarda stentleme əməliyyatı olubsa, o birinci risk faktorlarının irsiyyət qarşısı alınmaz, dəyişdirilə bilməyən bir amildir. Bir var modifikasiya oluna bilən risk amilləri, yəni onları dəyişdirmək olur. Amma modifikasiya olunmayanlar dediyim kimi irsiyyətdir. O biri digər xəstəliklər, onların ən başlıcalarından biri şəkərli diabetdir. Şəkərin qanda yüksək olması, həm ona deyirlər angiopatiya, neyropatiya. Angiopatiya, damar patologiyasının əmələ gəlmə riski artır. Hətta kolesterol çox yüksək olmasa belə, damarlarda, o insanlarda, həm ürək damarlarında, həm beyin, həm aşağı ətraf damarlarında, böyrək damarlarında daralmaların getməsi çox, onun korreksiya olunması çox önəmlidir. Həm pəhrizlə, həm də preparatlarla diabetoloqun nəzarəti altında. Risk amillərinin, amma həm arterial hipertoniya önəmli, arterial təzyiq yüksək. Bunlar hamısı modifikasiya oluna bilən, yəni dərman verməklə biz arterial təzyiqi də tənzimləyə bilərik, şəkəri də müəyyən qədər tənzimləyə bilirik, bildinizmi? Sonra qalır, bəzi zərərli adətlər var, siqaret çəkmələr, çox önəmli. Həmin insanlarda damar patologiyalarının rast gəlmə tezliyi çox həddindən artıq çoxdur. Onları da mümkündür. Açıq qeyd edək, hətta siqaretdən də daha ziyanlı istifadə olunan maddələr var. Çəkilən və daxilə qəbul olunan. Bu barədə heç mən çox onun adını çəkmək istəmirəm. Gənclərimiz onlardan özlərini qorumalıdırlar. Xüsusilə gənc yaşlarında mənim praktikamda da oldu belə xəstələr. Narkotik maddələrdən istifadələr və qəfləti ölümün əmələ gəlməsində çox əhəmiyyətli rol gedir. Orada bayaq qeyd elədik biz, yəni ürək ölümləri müxtəlif səbəblərdən ola bilər. Və son vaxtlar gənc yaşlarında artıb, amma damar tutulmaları yaşa dolduqca artır hamımızda. Və ona görə də 40-50 yaşdan sonra koronar damarlarının daralma ehtimala daha çoxdur. Ona görə də biz həm o modifikasiya oluna bilən, həm də modifikasiya oluna bilməyəni biz heç nə eləyə bilmirik. Modifikasiya oluna bilən risk faktorlarının aradan götürülməsinə çalışmalıyıq. Bildiniz? Yəni, protokollarda nəzərdə tutulduğu qaydada, amma hər bir halda fərdi yanaşmaqla.
yanaşı xəstələr nəzərə alınmaqla, onunla profilaktiki söhbət etməklə cərrahi əməliyyat, stent qoyma əməliyyatlarını yerinə yetirəndən sonra da bunlar davam etməlidir. Mən həmişə xəstələrimə deyirəm, bir damar tutulubsa, müddət keçəndən sonra həmin qoyulmuş stent və yaxud əməliyyat zamanı köçürülmüş damarlar da darala bilər və ondan başqa bədəndəki digər damarlar da darala bilər. Bəzən bunu da qeyd eləməliyəm burada. Bəzən baxırsan, kardioqram, angiografiya olunur. Həkimimiz onu heç nə yoxdur xəstədə. Amma stres testdə biz işemiya əlamətlərini tapırıq. Buna deyirlər sindrom X, mikrosirkulyar, kiçik damarlarda daralmalar var. Magistral damarlar heç nə yoxdur, amma xəstələrdə, onlarda da qəfləti ölüm hadisələri baş verə bilir. Böyük, geniş sahədə, mikrodamarlarda qan dövranı pozulursa, onların müalicəsi xüsusi aparılmalıdır. Xüsusi preparatlar var, onların kiçik mikrovaskulyar patologiyalar müalicəsində. Yəni, dediyim kimi, bütün bu hallar çox dürüstləşdirilməlidir. Risk amillərinin müalicəsi mühüm şərtlərdən biridir. Mən deyə bilərəm, yeri gəldikcə indi doktorumuz Nemət doktor da nəsə əlavə eləmək istəyirsə, eləsin. Bəli, yəni bunlar hər şey bir-birindən qarşılıqlı əlaqədə olmalı. Bəli, bəli. Mütləq elə doktor da vurğuladı ki, kompleks şəkildə əslində aşkarlanma və terapevt kardioloqlarına, invaziv kardioloqlarına əslində müştərək işi. Bəzən də bizdə çox təəssüflər olsun ki, indi o qədər də çox olmasa da, amma yəni yox da deyil. Bir ego və təkəbbürlük var ki, bəzən də müraciət edən kardioloqun heç gərəkli deyil. Mən sadəcə bütün hər şeyi müalicə edəcəm deyə. Professor, bunlar da yanaşılır və insanların nevroloji problemi... Çox tez-tez mənə rast gəlinir. Həm stentləmə əməliyyatlarından sonra, bir də ki, ürək əməliyyatlarından sonra. Xəstəyə stent qoyulur və deyilir ki, gündə 10 kilometr, nə qədər gəzirsən gəz, bildin? Və o sonda qəfləti ölümləri hətta gətirib çıxara bilir. Bildinizmi? Bir, yəni, hər bir halda yaş nəzərə alınmır ki, məsələn, 40 yaşı var. Bir və yaxud bu komorbid xəstəlikləri var, şəkərli xəstədir, yüksək hipertoniyalı xəstədir. Onun hər bir insan üçün fiziki yüklənmənin qaydası, fərdi olmalıdır ora. Yəni elə nə qədər, hamı eləyirlər onu və narahat olub gəlir, aritmiyalar əmələ gəlməsi. Mən də adla bildim o xəstələrin adlarını. Deyirəm ki, siz, həkim sizə stent qoyur və yaxud açıq əməliyyat olur. Çox radikal müalicənin əsasıdır. Amma tam, həkim də bayaq ki, hər şey demək deyil. Bəli, bəli, bəli. Ona görə də o məsələlərə də diqqət olunmalı. Bəli, gözdən yayılan məsələlər və daha çox təsadüfi aşkarlanan ciddi problemlər var ki, bəzən də biz bunu tam olaraq mən bunu dərk edə danışıram bilmirik. ki, biz həm də əhali üçün bunları danışırıq. Bəli, maarifləndirmə. Zaten bizim proqramımız maarifləndirmə. Doktor, elə bir xəstə, elə bir dərəcə, ağırlıq dərəcəsinə görə müəyyənləşə bilirmi ki, siz onu anju, belə deyək də, yoxlanış müayinəsinə artıq qəbul edə bilmirsiniz və yaxud da nədənsə insanlarda deyir, mən artıq anju, indi biz bəsit dillə deyək də, koronar angiografiya, bəli, xalq arasında anju daha çox yayılıb deyənə, anju oldum deyə artıq özlərində bir ehtiyat, gündəlik həyat tərzi yaşanır. Yəni artıq mən tam bütün gün uzanmalıyam, hərəkət etməməliyəm, ağır bir şey mənə olmaz, fiziki hərəkət, hətta idmanı belə demirəm, fiziki aktivlik tamamilə məhrum olub və yaxud da tam əksini edirik. Gündə hər gün yürüyüş edirəm ki, mən artıq bu müayinədən keçmişəm və mənə təmiz hava, çoxlu yürüyüş gərəkir. Bu tənzimlən mexanizmində niyə bu qədər belə boşluqlar və sürüşmələr var? Doğru, düzgün yöntəmlərmi peşəkarlar tərəfinə aparılmır, yoxsa? Bu dediyimiz hamısının əslində çox cavabları bəllidir. Bir professorun dediyi bayaq məsələ ilə sizin sualınız üst-üstə düşür zaten. Ona görə bura bir cavab vermək istəyirəm ki, bir, sənə stent taxılıb və ya açıq əməliyyat olmuşsan, nə qədər istəyirsən yeri, bu cür şey qətiyyən belə bir şeyimiz yoxdur. Təbii ki, burada xəstənin yanaşı xəstəlikləri, çəkisi, təzyiqi, şəkəri, xolesterini, yəni xəstənin hətta yaşadığı iqlim şəraiti, düz yerdəmi yaşayır, enişli yoxuşlu yerdəmi qalır, hər bir şey nəzərə alaraq tövsiyə olunur və bu bir mənalıdır. O ki qaldı, koronar angiografiya bu bir diaqnostik
müayinə metodudur. Yəni necə biz digər müayinə metodlarımızda düzdür, invazivdir. Yəni bir damardan daxil olaraq olunur, amma müayinədir. Müayinə nəticəsində 3 dənə cavab çıxır: dərman müalicəsi, stent implantasiyası, açıq ürək əməliyyatı. Ən sadəcə həmişə xəstələrimizə deyirik, inşallah dərman müalicəliyi çıxar. Dərman müalicəliyi xəstələr çıxanda dərman müalicəsi təyin olunur və bundan sonra hər hansı bir yataq rejimi, hər hansı bir qısıtlama, nəyisə eləməmə kimi şeylərimiz olmur. Köhnə həyatına davam edir, düzdür, yanlış idisə o həyat tərzi düzəldirik. Amma köhnə həyat tərzinə davam eləməyi tövsiyə edirik, əgər dərman müalicəsi ilə yanaşı. Əgər stent implantasiyası olunubsa və yaxud da açıq əməliyyatı olunubsa, bundan sonra ilkin müddətdə bir yarı yataq rejimi tövsiyə elədiyimiz xəstələrimiz olur. Ondan sonra fiziki aktivliyi pilləli artırmaq tövsiyə olunur. Yəni, sən hər gün bundan sonra çıx 5 kilometr gəz, belə bir şey yoxdur. Asta-asta, yavaş-yavaş, öyrəşə-öyrəşə bu fiziki yükü artırırıq. Bunun digər məsələsi nədir? Bəzən də dediyiniz kimi xəstələr bunun ifratına qaçır. Məsələn, pasiyent gəlir ki, doktor, mən bugün özümü yoxladım. Necə yoxlamısan? 10 mərtəbə pilləkəni tez-tez qalxdım, düşdüm, görüm eləyə bilirəmmi? Tənq nəfəsliyi yoxdursa, yaxşıdır hər şey. Sən çox böyük bir qəhrəmanlıq eləmsən. Bu şey olmaz. Bu əlavə yükdür, əlavə gərginlikdir. Bu damarlara, mənim damarıma stent taxıldı, qutardı. Xeyr. Allah Taala'nın yaratdığı damar tutulub. Bizim qoyduğumuz stent mi tutulmayacaq? Təbii ki, tutula bilər. Digər damarları tutula bilər. İndi bayaq vurğuladıq, bir damarda 70%-dən azdısa darlıq, biz ora stent taxmırıq. Bu adamın, amma düşünün, bir damarın 60%-i tutulub, 40%-i açıq qalıb. Biz ora hələ stent taxmırıq. Deyirik, o təbii damarı bizim taxacağımız stentdən daha yaxşıdır. Dərman müalicəsində qalsın. Baxın, yarısından çoxu tutulsa belə, bu riskdir. Bu adam özünü naqruskaya salanda, fiziki gərginliyə salanda, həmçinin buraya emosional gərginlik də daxildir təbii ki. Təbii ki, burada həmin 60% darlıqlarda problem yaranır. Orada bir xolesterin ateroskleroz plakı var, pləyi var və o partlayıb həmin xəstəni 60% darlıq xəstəni infarkt eləyə bilər. Və bu zaman heç bir şey olmayan xəstə sənə təkrar infarktla gələ bilər. Yəni, bunu mütləq nizamlamaq lazımdır, nəzərə almaq lazımdır. Fiziki yükləri həkimdən soruşmadan özümüzdən təyin eləməməliyik. Bura həmçinin də idman aiddir. Bizim bəzi pasiyentlərimiz, məndə heç bir şey yoxdur, artıq idman zallarına gedə bilərəm, ağırlıq qaldıra bilərəm, istədiyim kimi. Təbii, bu sağlamlıqdır. Gözəldir, əla, amma bunu bir həkim nəzarətində eləmək lazımdır. Biz bu çox yaxınlarda çox bir bu acı bir təcrübə yaşadıq bu sahə üzrə zaten. Hamımızı incidən, hamımızı qəhərləndirən bir təcrübə yaşadıq. Düzdür, ondan sonra inanın bir 10-15 gün bir ajitaj yaşandı. Bütün idmana gedənlər müayinəyə gəlməyə başladı bir qısa müddət ərzində falan, amma bir qısa müddətli bir şeydir təbii ki. Biz bunun daimi idmana mı gedirsiniz? Lap əla. Bir müayinədən keçin, bir kardioloq baxışından keçin, sonra gedin. Bəlkə biz sizin fiziki yükünüzü nizamlayarıq. Bəli, mən elə o zaman da vurğuladım ki, kaş ki elə bu idman spor zallarında gələn, müraciət edən, orada daimi belə deyək də idman hərəkət etməsi üçün yazılan gənclərimizi orada kaş ki birinci müayinəyə göndərsinlər, sonra onları qəbul etsinlər. Çünki qəflət ürək ölümləri orada günü-gündən daha çox rastlandı. Doktor, təbii ki, burada müalicə olunma məsələsini bir kənara qoyuruq. Əgər burada stent implantı qoyulursa, açıq ürək əməliyyatı olunursa, hər zaman kardioloqlar da vurğulayırlar ki, bəla bundan sonra başlayır. Onların pəhrizinin daim mütəmadi saxlanması bizim üçün onların cərrahi müdaxilə etməsindən daha çətindir. Və bunların mütəmadi dərman qəbulu. Bizdə belə bir yanaşma var. Mən cərrahi əməliyyat oldumsa və yaxud da belə də stent implant qoyuldusa, artıq mənim bütün problemim burada bitdi. Nə istəsəm qəbul edəcəm, yeyəcəm, istədiyim kimi hərəkət edəcəm. Amma bilirik ki, bunların mərhələli ardıcılığı olmadıqda hətta xəstəlikdən də betər böyük bir faciə yaşaya bilərik, deyil mi? Bilirsinizmi, bayaq qeyd olunur elə burada, bəzi şeylər təkrarlanır. Çox önəmli məsələdir, bildiniz. Əməliyyat olmaq, stent qoyulmaq. Mən hər zaman deyirəm onu, sonda yenə medikamentoz müalicə və həyat tərzinə riayət eləmək, qidalanma rejiminə
riayət eləmək. Bildiniz, bunlar çox önəmli şeylərdir. Əməliyyat gündə insan olunmur ki, stent də gündə qoyulmur ki, qədərləri var. Qeyd elədi doktorumuz. 3-4 dənədən artıq məndə bəzi şeyləri demək olmaz. Həddindən çoxsa bəzən görürsən 5-6 stent qoyurlar. Ona getmək özü bilir, qəflətli ölümlər orada da ola bilir. Ona görə də lazım olanda həkimdə o lazımlı şeyi xəstəyə eləməlidir. Gördünüz, çox gözəldir. Lazım oldu, kardiocərraha getməlidir. Və yaxud elə olur ki, məsələn, olur mənim praktikamda, onlar da mən konferanslarda bu barədə danışmışam. Çox yaşlı qadında məsələn, infarkt keçirdib, insanlar üçün də deyirəm mən. Bəli. Təzədən anginal, yəni sinədə ağrılar başlayıb. Ola bilir də, yenə tutulur, gedir. Gətirirlər mənim yanıma. Adını da bilirəm xəstənin, demirəm onları. Çox belə. Deyirəm ki, angiografiya, siz dediniz. Angiografiya nədir ki? Onlar çox gözəl eləyirlər. Ən yaşlı adamı da eləyə bilər. Elə bir kiçik damarda daralma ola bilərdi ki, çox asanlıqla onu doktor stentin qoyub, dedim, mən deyirəm həmişə, angiografiyadan sonra bəzi şeylər bilinəcək. Bəli, aşkar olur. Dərman müalicəsi, əməliyyat olunması və yaxud ayrı məsələlər hansılarsa, bildinizmi? Yəni, dedim, angiografiya olunsun, xəstəyə baxarıq ona. Ağrıyır da, incir insan, yanır. Təcili apardılar, nəysə, angiografiya olundu və mənə axşam xəstə zəng edir oradan ki, elə cür tutulmalardır ki, artıq burada açıq əməliyyat riski var. Risk yox, göstərişdir. Yalnız stent qoyulmaq qeyri-mümkün. Məndə onlarla belə xəstələr var. Deyir ki, siz icazə verirsinizmi açıq əməliyyat olunsun? Telefonda deyirəm, onu sizinlə kardiocərrah Bəli. Tam təsbitini fikir verməlidir. Səhərsi gün görürəm, insan mənim otağımda, kabinetimdə. Deyir, elə bir sizin ananızdır. Siz desəniz gedəcək, deməsəniz getməyəcək. Dedim, mən onu deyə bilmərəm. Mən müəyyən şeyləri bilirəm. Nəyəsə, ardını danışmıram mən. Bildiniz? Yəni artıq bundan sonraki mərhələ kardiocərrahındır. Və daha da xoş olmadı. Xoş olmadı. Çox riskli xəstələrdə bəzən biz onu bəlkə ağır, balaca bir infarkta keçirə bilərdi, amma xəstə elə nəysə sonlandı, onun ömrü qutardı. 2-3 gün qalandan sonra elə koma vəziyyətində. Bildiniz? Ona görə də bu qərarların verilməsi çox əhəmiyyətlidir. Amma cavan yaşlarda orada mütləq olar olmalıdır. Ananla bala mənə müraciət edir. Əgər vaxtımız varsa, mən bunu insanlara deyir. Hər yerdə qərarı həkim bilməlidir, nə zaman. Yaşlı adamı biz göndərə bilmərik. 10 dəfə, 3 dəfə stent qoyulub xəstəyə. Qızı da gəlir, mənə deyir ki, mən də deyirəm, sizə stent olmalıdır. Qız deyir ki, yox, siz anamı müalicə edirsiniz, o yaşayır. Dedim, ananızın 85 yaşı var, sizin 40 neçə yaşınız var. Siz mütləq getmə. Getdi də saxlanama. Bəli, nə gözəl ki də vaxtında işdi. Bizim telefon xəttinə tamaşaçımız var. İcazənizlə eşidək onu. Hər vaxtınız xeyir olsun. Buyurun. Alo. Hər vaxtınız xeyir olsun. Buyurun. Eşidək sizi. Mənə professor eşidir. Eşidirəm. Canlı efirdəsiz. Eşidirik sizi. Buyurun. Bilirsiniz, mən 2022 ildə açıq əməliyyat olmuşam ürəkdən. 2022-ci ildə. Mənə dərman yazıblar. Deyiblər ki, ömrün axırınacan bunları atmalısan. Bu düzdür, mən elə ömrümün axırınacan atmalıyam bu dərmanları. Yəni, professor nə deyir ona? Yəni, sizə az dərman yazılıb. Əlbəttə, mən özüm 20 ildir dərman qəbul edirəm. Nə açıq əməliyyat olunmuşam, qandurucu da qəbul edirəm, təzyiqlə əlaqəli dərmanlar da qəbul edirəm. Açıq ürək əməliyyatı gör nə qədər gözəl yerinə yetirilib ki, adi dediyim çox standart bir müalicə ilə siz özünüzü yaxşı hiss edirsiniz. Onların kəsilməsi, ümumiyyətlə ömürlük sözü düzgün deyil. Mən buradan efirdən də deyirəm. Siz həkimə müraciət edin.
preparat dozası kiçildilə bilər, azaldıla bilər, azacıq dəyişdirilə bilər. Amma heç olmasa onların öz başına biraz kobud çıxmasını demək kəsməyir. Bəli, amma həkimə müraciət eləməyiniz daha düzgün. Bəli. Doktor, elə sonda da sizin artıq efirimizin bitməsinə dəqiqələri qaldı. Əməliyyatdan sonra, baxın, elə tamaşaçımız da bayaq dediyimiz məsələ üzərindən eyni bir fikir oldu ki, mən bunu ömrümün sonuna qədər mi içməliyəm? Əslində, o dərmanların içilməsi elə də böyük bizdən bir məharət tələb etmir. Elə bir zaman itkisi də deyil, amma nədənsə bəlkə də bu psixolojidir ki, niyə olmalıdır? Əgər oldusa, hər şey bitməlidir. Amma onu sizin bir mesaj verməyinizi istəyəcəm. Bu yoxlanışlardan, stentin qoyulmasından və əməliyyatdan sonra müəyyən prosedur var ki, mütləq onlar gözlənilməlidir. Gözlənilmədiyi halda nə baş verə bilər? Bax, bunun təhlükəsindən. Buyurun. Bizim tövsiyəmiz bir, dərman müalicəsi daimidir. Bu dərmanı ömürlü yatacaqsan deyə bir şey olmur adətən. Dərmanlara biz korreksiya veririk. O xəstə, o pasiyent daimi ömürlük kardioloqun nəzarətində qalacaq. Gələcək, dərmanları azaldılacaq, çoxaldılacaq, korreksiya veriləcək. Bizim pasiyentlərə tövsiyəmiz sağlam həyat tərzidir. Zaten bu xəstəliyi sağlam həyat tərzi keçirmədiyinə görə qazanıbdır. Yəni, o yüzdən bundan sonraki həyat tərzini sağlam həyat tərzi keçirməyini tövsiyə edirik. Qidalanmasına ciddi nəzarət, sağlam qidalanmasına, az yağlı, az duzlu qidalanmasını tövsiyə edirik. Qızartma tərzində yeməklərdən qaçınmasını, karbohidratı, çörəyi azaltmasını, şəkəri ciddi azaltmasını tövsiyə edirik. Yanaşı xəstəliklərin korreksiyasının nizamlanmasını vaxtında, biz elə deyirik, vaxtında kardioloqa gəlin, vaxtında digər həkimlərə də gedin. Yəni, yüzlərlə xəstəmiz var ki, şəkəri var, sadəcə dərmanını atır, yaşayır, şəkər həkiminə getmir. Necə ki, təzyiqi var, dərman atır, yaşayır, kardioloqa getmir. Yəni, o yüzdən bunlar da sonrasında xəstəliyi ağırlaşdırır. Xəstə əməliyyat olundu, stent taxıldı, fərqi etmədən bir ömür boyu dərman qəbul edəcək. Bunu pis qəbul eləməməlidirlər. Bundan sonra yaşamaq istəyirsə pasiyent, bunu eləmək zorundadır. Bəli, nə gözəl də sonda vurğuladınız. Mən sizin hər birinizə dərin təşəkkürümü bildirirəm o dəyərli zamanınızı bizimlə keçirdiyiniz üçün və mənə elə gəlir ki, bugün bu xəstəlik bəlkə də mən deyirəm ki, birinci xəstəliklərdir ki, doğru bildiyimiz yanlışlar çoxdur bu xəstəlikdə. Bugün də azacıq da olsa maarifləndik. Biz bugün qəfləti ürək ölümündən danışdıq, amma mövzu çox genişdir. Təbii ki, bu çərçivəyə nə qədər bacardıqsa, o qədər sığdırdıq. Bizim qonaqlarımız dəyərli invaziv kardioloq Neymət Bəşirov idi və bizim dəyərli professorumuz Aris Xəlilov idi. Hər birimiz sağlam can və sağlam düşüncə arzulayıram. Çünki hər şey sağlam düşüncədən başlayır. Zamanında müayinəyə gedilməsi və doğru düzgün mütəxəssisin seçilməsi təbii ki, bizim öz əlimizdədir və bu fürsət bizə onu verir ki, gələcəkdə ciddi fəsadlardan və qəfləti ölümlərdən özümüzü sığortalayaq. Sonda Ajans Az İnformasiya xəbər portalına dərin təşəkkür edirəm bizim informasiya dəstəkçimiz olduğu üçün. Salamat qalın, sabah eyni vaxtda fərqli mövzu ilə görüşmə ümidi ilə. Sağ olun. Verilişin baş sponsoru Best Beef ət və ət məhsulları.